Bismillah. Bu il hansı bürclər varlanacaq? Astrologiyada bu il hansı bürc varlanacaq kimi suallar çox yayğındır. Lakin konkret bir bürcün mütləq varlanacağını zəmanət vermək mümkün deyil. Çünki fərdi astroloji proqnozlar doğum vaxtı, yeri və digər təfsilatlara görə dəyişir. Buna baxmayaraq ümumi təmayüllər, planet tranzitləri və 2026-cı üçün bəzi astroloji proqnozlar əsasında bəzi bürclər üçün maddi uğur və karyera yüksəlişi üçün şansın daha yüksək olduğu halları belə izah etmək olar. 2026-da maliyyə baxımından şanslı ola biləcək bəzi bürclər: Buğa. Buğalar adətən maddi sabitliyə xüsusi əhəmiyyət verir. 2026-da planet tranzitləri, xüsusən Venus və Yupiter mövqeləri Buğa bürcündə olanları gəlir imkanları, sərmayə və daşınmaz əmlakla bağlı fürsətlərlə qarşılaşa bilər. Şanslı sahələr kənd təsərrüfatı, sənətkarlıq, əmlak investisiyaları. Şirlər lider ruhlu olduğu üçün karyera yüksəlişi, yaradıcılıq və rəhbərlik mövqelərində üstünlük qazana bilər. Bu gəlirləri artırmağa kömək edə bilər. Şanslı sahələr: incəsənət, media, idarəçilik. Tərəzi. Tərəzilər üçün 2026 əməkdaşlıqlar, partnyorluq və maliyyə bərabərliyini önə çıxara bilər. Uğurlu ticarət əlaqələri və əlaqələr bu bürc üçün əlavə gəlir gətirə bilər. Şanslı sahələr: hüquq, moda, beynəlxalq ticarət. Oğlaq. Oğlaqlar illər boyunca səbr və planlaşdırma bacarıqları ilə tanınır. 2026-da məqsədyönlü planlar və ciddi iş oğlaqlar üçün maddi sabitliyi daha da gücləndirə bilər. Şanslı sahələr: biznes, maliyyə menecmenti, texnologiya. Qeyd: bu ümumi astroloji tendensiyalardır və hər kəs üçün fərdi nəticə vermir. Hər bürcdə uğur və varlanma üçün özünə inam, planlaşdırma və hərəkət çox önəmlidir. Astrologiya yalnız enerjiləri anlamanıza kömək edir. Nəticəni isə sizin səyləriniz müəyyən edir. Əgər daha dəqiq sizin doğum cədvəlinizə uyğun şəxsi proqnoz istəsəniz, doğum tarixinizi, saatını və şəhərini verə bilərsiniz.